Bugün daha bir maraqlı suala baxaq. Şagirdlərin çoxu riyaziyyat dərsində aktivlik nümayiş etdirmirlər. Müəllim bunun səbəbini araşdırır və nəticədə dərsdə aktiv iştirak etməyən şagirdlərin bir çoxunun verbal lingvistik intellektli olduğunu üzə çıxır. Şagirdlərin bəziləri bu səbəbdən humanitar fənlərə meyl edirlər, bəziləri isə mövzuların maraqsız olduğunu, həmçinin həyatda lazım olmadığını bildirir. Müəllim şagirdlərin rəylərinə əsasən strategiyalarında dəyişiklik edir. Belə ki, mövzuları keçdikcə, lazım gəldikdə fənüstü inteqrasiya edir, verbal lingvistik intellektli şagirdləri nəzərə alaraq mövzuları mətn şəklində çap edərək təqdim edir. Verilmiş situasiya ilə bağlı yanlış fikri müəyyən edin. Bu sualda bizdən yanlış fikirlər soruşulur. Ümumi situasiyanı oxuduqda başa düşürük ki, riyaziyyat dərsində şagirdlər aktiv iştirak etmir, müəllim səbəbi araşdırır, məlum olur ki, pasiv şagirdlərin çoxu qeyri-verbal lingvistik intellektə malikdir. Şagirdlərin fikirlərini dinləyir, tədris strategiyasını dəyişir müəllim, fənlərarası inteqrasiya edir, mövzuları mətn şəklində təqdim edir, şagirdlərin xüsusiyyətlərini nəzərə alır. Bu cür yanaşmaya biz deyirdik ki, şagird yönümlü və ya diferensial təlim yanaşması idi. Gəlin aşağıda verilən şərtləri, fikirləri bir-bir nəzərdən keçirdək. Müəllimin davranışlarını təhlil etdikdə onun təhsil proqramına bir neçə vacib tələbini yerinə yetirdiyini görə bilərik. Bəli, doğru fikirdir. Çünki baxın, burada müəllim şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alır, təlim diferensiallaşdırır, inteqrasiya tətbiq edir, şagird rəyini nəzərə alır. Birinci fikir əlbəttə ki, doğru fikirdir. Keçəyin ikinci fikri oxuyaq. Müəllim şagirdlərin müxtəlifliyini qəbul edir. Hər bir şagirdi tədrisə cəlb etməklə diferensial yanaşma göstərir. Doğru fikirdir. Verbal lingvistik intellektli şagirdlər üçün mətnlərdən istifadə etməsi diferensial təlim nümunəsidir. Bu fikir də doğru fikirdir. Gəlin keçək üçüncü fikrə. Müəllimin verbal lingvistik intellektə malik şagirdləri nəzərə alıb, bütün şagirdlərə mətnlər paylaması təlimdə bərabər imkanları yaratmaqla bərabər şagirdlərin öyrənmə prosesinə cəlb edilməsini təmin edir. Əlbəttə ki, bu fikir yanlışdır. Bərabər imkan yaratmaq, ümumiyyətlə, əziz müdavimlər, bərabər imkan yaratmaq o demək deyil ki, hamıya eyni material verilməlidir. Baxın, diferensial təlimdə biz öyrənmişdik ki, müxtəlif şagirdlərə onların ehtiyaclarına uyğun olaraq müxtəlif üsulda təlim tətbiq edilməlidir. Hamıya yalnız mətn verməklə burada intellekt növləri əlbəttə ki, nəzərə alınmayıb və intellekt növünə uyğun olaraq burada təlim təmin edilmir. Ona görə də üçüncü fikirdə yanlış fikirdir. Gəlin keçək dördüncü fikirlə tanış olaq. Müəllim tədris ilinin əvvəlində şagirdlərə çətinlik səviyyəsi nisbətən yüksək olan tapşırıqlar verməklə hansı intellektə malik olduqlarını əvvəlcədən müəyyən etməli idi ki, bu problemlə qarşılaşmasın. Baxın, bu fikir yanlış fikirdir. Nəyə görə? Çoxsaylı intellekti müəyyən etmək üçün çətin tapşırıq vermə strategiyası ümumiyyətlə düzgün bir strategiya deyil. Belə bir müasir metodikada belə bir strategiya yoxdur. İntellekt növünü müəyyən etmək üçün dərslərimizdə öyrənmişdik. Neyniyirdik? Bir müəllim olaraq müşahidə aparırdıq, fəaliyyəti izləyirdik, şagird maraqlarını müşahidə edirdik, müxtəlif tapşırıqlar vasitəsilə müəyyən edirdik ki, şagird hansı intellekt tipinə malikdir. Ona görə də dördüncü fikir də bizim üçün yanlış fikirdir. Gəlin keçək beşinci fikrə. Beşinci fikirdə deyir ki, şagirdlərin problemlərini müəllimə rahatlıqla söyləməsi sinifdə sağlam psixoloji mühitin olduğundan xəbər verir. Doğru fikirdir. Nəyə görə? Baxın, şagirdlərin müəllimlə açıq şəkildə öz fikirlərini paylaşması burada artıq hiss olunur ki, sağlam psixoloji mühit, təhlükəsiz və etibarlı bir mühit formalaşıb.
Bu artıq sinifdə sağlam psixoloji mühitin olduğundan xəbər verən bir göstəricidir. Ona görə də 5-ci fikir də doğru fikirdir. Bizdə verilmiş situasiyada yanlış fikri istəyirdi. Yanlış fikir oldu bizdə 3 və 4.